Prokuraturaya dəvət olunmuşam, barəmdə cinayət işi açıldığı deyilir. Gedək görək, nə cinayət eləmişik ümumiyyətlə. Mən bu 2 ildə heç bir dindara izah edə bilmədim ki, dinə münasibətini bildirmək sənin də konstitusiyon hüququndur, mənim də konstitusiyon hüququmdur. Amma sənə olar, mənə olmaz. Yəni siz deyirsiniz ki, biz bu heç bir inkişafa gətirməyən, insan azadlıqlarına hücum edən, yəni bu psixoseksual pozuntu yaradan dini təbliğ edə bilərik. Bunun əksinə heç kim heç bir arqument gətirə bilməz. Biz kör-körana inanmaq istəyirik. Və sənə də bir psixoloq çıxıb deyəndə ki, bu sənin psixoloji halındır, psixoloji sığınmandır, belə bir şey yoxdur. Deyirsən ki, sən mənim dinimə hörmət eləmirsən. Keçən bir şey var idi. Bir şikayət ərizəsi vardı ki, hicaba hörmət eləmir, hicab taxan qadınlara hörmət eləmir. Əziz qadınlar, əziz hicablı qadınlar, heç sizin dininiz sizə hörmət eləmir. Sizi yarı ağıl hesab edir, sizi mirasda yarım pay verir, sizi kişinin tarlası hesab edir. Heç bir seçmə hüququnuz yox, fikir ifadə etmə hüququnuz yox. Sizin sitayiş elədiyiniz din sizə hörmət edirmi ki, mən də sizə hörmət edim? Ümumiyyətlə, hörmətin nə olduğunu bilirsinizmi? Özünüzü qapadığınız, o lazımsız, imicini itirmiş, danlaq obyekti olmuş hicabınıza tənqid edirik deyə siz onu hörmətsizmi sayırsınız? Nəsə, çox əsəbiyəm həqiqətən, bitmir. Yəni bu orqanlara getməklə mən işimi düzəməlli qura bilirəm. Bugün neçə seansımı təxirə salmışam. Yaxşı, bir məsələni də deyək. Əgər bu məsələ bir də talış məsələsi olarsa, burada da mənim işlətdiyim söz cinayət motivli sayılırsa, onda zəhmət çəksinlər, Dövlət televiziyasında yayımlanan Yarımştat tamaşasında Telman Adgözəlovun canlandırdığı talış obrazında o tamaşanın içindən çıxartsınlar. Yəni bir adi işlənmiş sözə görə mənə cinayət işi açılacaq. Yəni mən ümumilikdə Azərbaycanın ədalət sisteminə güvənirəm. Yəni biz hüquqi dövlətdə yaşayırıq. Mən danışdığım heç nəyin hüquqdan kənar olduğunu düşünmürəm. Çünki konstitusiyon hüquqlarıma müvafiq və peşənin mənə verdiyi tələblərə müvafiq davranıram. Nəsə, çox şey fikirləşmişdim, danışacağım. Əsəbiyəm, çox danışa bilməyəcəm. Nəsə yoxu bir şey də deyim. Yəni, dini naşir insanlara deyəndə ki, sən mənə dinlə inkişaf edən bir ölkə göstər. O deyir ki, onlar dini düzgün yaşamırlar və başa salanda ki, dini düzgün yaşamaq zaten mümkün deyil. Yəni, din insan instinktlərinə o qədər ciddi məhdudiyyət qoyur ki, bir qadının bəzənib düzənib çölə çıxmasına məhdudiyyət qoyur. Bir kişinin azad, yəni istəyəndə, tutalım sən kişisən, nə bilim, sola getmək istəyirsən, get də, bu naməhrəmə baxmıram deyib, öz seksual enerjilərini bastalayıb, sabah xəlbətdə əl və bir uşaq keçən kimi ona cinsi istismar eləməkmi yaxşıdır? Yoxsa bir yetişkin naməhrəm qadına baxmaqmı? Nəsə, bu çox qəliz məsələlərdir. Ona görə, əziz dostlar, mən bu videomu paylaşıram, gedirəm orqana. Məndən xəbər çıxmasa, çıxar inşallah, yəni çıxmasa, ayol inşallah dedim, öldürəcəklər məni. Nəsə.